Salam hörmətli abituriyentlər, gəlin 12 iyul tarixində istifadə olunmuş hamını çaşdıran məsələyə baxaq. Məsələdə deyir ki, 40 cənub enliyi və 100 şərq uzunluğunda yerləşən A məntəqəsi ilə 40 cənub enliyi və 80 qərb uzunluğunda yerləşən B məntəqəsi arasındakı ən qısa məsafəni kilometrlə hesablayın və nəzərə alın ki, 1 dərəcəlik meridian qövsünün uzunluğu 111 kilometrdir. Gəlin hesablayaq. İlk baxışdan biz görürük ki, A məntəqəsi 40 cənub enliyi 100 şərq uzunluğu, B məntəqəsi isə 40 cənub enliyi 80 qərb uzunluğunda yerləşir. İlk baxışdan bizə gələ bilər ki, bunlar arasındakı ən qısa məsafəni biz paralel boyunca tapsaq hesablamış oluruq. Lakin bu yanlış olacaq. Çünki bunlar arasında 180 dərəcəlik bir fərq əmələ gəlir və 180 dərəcəlik fərq onlar arasındakı ən qısa məsafə olmur. Biz doğru cavabı tapmaq üçün qütbə getməliyik. Yəni 90 dərəcə cənub enliyinə doğru hərəkət etməliyik. A məntəqəsindən 90 cənub enliyinə gəlmək, daha sonra isə 90 cənub enliyindən B məntəqəsinə doğru hərəkət etsək, bu zaman biz ən qısa məsafəni tapmış olacağıq. 90 cənub enliyi və 40 cənub enliyi arasında 50 dərəcə, 90 cənub enliyi yenə 40 cənub enliyi arasında yenə də 50 dərəcə fərq var. Bunlar arasında biz tapmış oluruq ki, 50 üstəgəl 50. Yəni A və B məntəqələri arasındakı enlik fərqi 100 dərəcə olur. Məsələnin şərtində bizə deyir ki, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. Və biz 100 dərəcəlik qövs tapdıq. Həmin 100 dərəcəyə x deyirik və hesablayırıq ki, A və B məntəqələri arasındakı ən qısa məsafə neçə dərəcədir? Buradan x hesablasaq, x bərabərdir 111 vurulsun 100. O da eləyir nə qədər? 11100 kilometr. Yəni A və B məntəqələri arasında ən qısa məsafə 11100 kilometrdir. Bu məsələdə abituriyentlərin elədiyi ən böyük səhv A və B məntəqələri arasındakı məsafəni 40 dərəcəlik cənub enliyi üzrə tapmaqdır. Bu zaman biz 180 dərəcəlik bir fərq alırıq. 180-i də 40 dərəcəlik paralelin 1 dərəcəsinin uzunluğuna 85/4-ə vuranda 11100 kilometrdən daha böyük bir rəqəm alırıq ki, bu da ən qısa məsafə olmur. Buna görə də ən qısa məsafəni tapmaq üçün biz A-dan B-yə doğru qütb boyunca hərəkət etməliyik ki, ən qısa məsafəni hesablayaq və bizim ən qısa məsafəmiz 11100 kilometr olur.